大家好. Mən sizə bu günlərə izah vermək istəyirəm. Ümumi Çin dilində və yaxud ingiliscə danışmaq istəmirəm. Çünki başa düşməyə bilən insanlarımız ola bilər. Açıqlama vermək istəyirəm ki, Çin dilində çox rahat, çox asan üsullarla biz nəinki böyüklər, hətta uşaqları öyrədirik. Uşaqlar bizə yaş qruplarımız demək olar ki, 4-cü sinifdən hər kəs qoşula bilər. Əgər ki, çox az yaş qrupunda olan uşaqlar, valideynləri öz uşağın IQ-sünə necə deyim, inanırsa da, uşağın da öncəlikləri götürə biləcək səviyyələrini hiss edirsə də, IQ-sunu yoxlayıb və yaxud da səviyyəsini yoxladığım uşaqları da götürə bilirəm. Baxın, burada nə deyir? Bizdə öyrədəndə uşaqlara birbaşa təkcə nə eroqrifi öyrətmirik, nə də ki, necə deyim sizə, birbaşa piniyinlər öyrətmirik. Hər tərəfli, uşaq hər tərəfli. Həm piniyin, həm eroqrifi, həm tonlar öyrənir. Bir uşağın öyrəndiyi nüansların çox dərinlikləri var ki, böyüklər bunun üzərindən çox vaxt gedə bilmirlər. Çox səbirsiz olurlar və birbaşa danışıq üzərindən getmək istəyirik deyirlər deyənə. Amma ki, uşaqlar üzərində işlədiyimiz zaman onlara hər birinə hər bir şeyi səviyyəsində, qaydasında, asan metodik üsullarla öyrətdiyimiz üçün çox gözəl nəticələrimiz daha üstünlük təşkil edir. Amma mən isə bugünkü verəcəyim izah sadəcə olaraq buradan qısa bir fraqmandır ki, həm tonlara baxırıq. Tonlarımız dərs müddətində biz hər bir ton üzərində işləyirik, hər bir ton aksent olaraq uşağa öyrədirik və necə səslənməli olduğunu da izah veririk. Birinci tərəfdə baxırıq burada ni xa, ni xa, ni xa, ni xa deyəndə nə deyirik? Sadəcə Allahın salamını veririk ki, bizdə necə salamdırsa, onlarda da salam bu vəziyyətdə olur. Əgər ki, mən özümdən tanımıram və yaxud da böyükdür, yad insandır ki, necə sizə salam demək istəyirəmsə də, o zaman nin xa deyəcəm. Mən sizlərə salam burada bir neçə nəfərdən istifadə edirəmsə də, nimin xa olacaqdır. Buradakı situasiyalarla biz nə öyrəndik? Ni sən deyə, xa yaxşı deməkdir tək mənalarda. Nin siz deyə müraciət edir, nimin də siz demək, yəni sizlər bir neçə adamlar oldu. Siz, nimin də.